Dostlar, bəyənmə işarəsi yaddan çıxarmayın. İndi mən bir sujeti sizə təqdim edirəm. Bir sujet. Fazil Mustafanın səhv etmirəmsə bugünkü çıxışıdır. Yoxsa baxın dostlar. Baxın. Son 5 ildə Azərbaycanda 83 min nikahdan kənar uşaq doğulub, 9 min uşağı isə 15-19 yaşlı qızlar dünyaya gətirib. Bunu millət vəkili Fazil Mustafa Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib. Deputat əlavə edib ki, bu ailə institutu üçün faciəli bir problemdir və orta məktəb... Baxın dostlar, son 5 ildə Azərbaycanda 83 min nikahdan kənar uşaq doğulub. Nikahdan kənar doğulan uşağa nə deyirlər? Baxın dostlar. Bu, ailə institutu üçün faciəli bir problemdir və orta məktəbdən başqa sahələrə də sirayət edir. Qeyd edək ki, plenar iclasın gündəliyində ümumilikdə 7 məsələ yer alıb. Azərbaycan Respublikası hökuməti və Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında hərtərəfli iqtisadi tərəfdaşlıq sazişinin təsdiq edilməsi haqqında qanun layihəsi, dövlət qulluğu, hərbi xidmət keçmə haqqında əsasnamənin təsdiq edilməsi barədə, hərbi vəzifə və hərbi xidmət haqqında, yol hərəkəti haqqında qanun layihələri isə birinci oxunuşda qəbul edilib. Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələbi də ilk oxunuşda təsdiqlənib. Paytaxtda və böyük şəhərlərdə moped və elektrik skuterlərin iştirakı bu Elçin Mirzəbəylinin hadisələrin artması müşahidə olunur və bu vətəndaşları da ciddi şəkildə narahat edir. Yeni tənzimləmələr vasitələrin idarə olunması üçün yaş həddinin, sürücülük vəsiqəsi tələbinin, texniki baxış və qeydiyyat mexanizmlərinin müəyyən edilməsi. Dostlar, əsas məsələləri diqqətli yönəltmək istəyirdim. Bax, təkrar. 83 min nikahdan kənar uşaq doğulub, 9 min uşağı isə 15-19 yaşlı qızlar dünyaya gətirib. 15 yaş, 19 yaş. Bu faciədir. Bugün ölkənin ən ciddi problemlərindən biri də budur. Və elə mövzu ilə bağlı, daha doğrusu o mövzuya uyğun Natiq Cəfərlidən bir açıqlama var. İqtisadçı, ekspert Natiq Cəfərli. İşsizlərin sayı. Çox maraqlı bir açıqlaması var. Deyir ki, ayına işsizlərin sayını artırır, nazirlik pensiya yaşını. Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasında olanda, hətta bağında oturanda parlamentə, ictimai, siyasi, media sahəsinə müdaxilə edə bilərdi. Bunun üçün əlində çox güman ırıçaqları var idi. Amma ölkədə iqtisadi vəziyyətə müdaxilə imkanlarının olduğunu düşünmürəm. Məmləkətin makro iqtisadi mənzərəsi isə yumşaq desək, ürək açan deyil. Bu barəda iqtisadçı Natiq Cəfərli bildirir. Azərbaycan ÜDM artmır. 0,9% ilk artım ciddi məsələ deyil, hətta resesiya göstəricisidir. Adam başına düşən ÜDM-yə görə Cənubi Qafqazda sonuncu yerə düşmüşük. Büdcəmizin gəlir hissəsi gələn il cəmi 67 milyon manat artacaq ki, bu da heç artım deyil. Bunlar azmış kimi ayna taksi xidmətini tam insara almağa cəhdlərini dayandırmır, taksi sayına mənasız və məzmunsuz limit qoymağı təklif edir, Nazirlər Kabineti bunu qəbul edir, nəticədə 30 min insan işsiz qalacaq, taksi qiymətləri isə kəskin bahalaşacaq. Ayna hava limanında da taksi xidmətini insara alır, buna hətta Ombudsman aparatı etiraz edir, amma heç nə dəyişmir. İndi təqaüd yaşını da artırmaq istəyirlər. Maliyyə Nazirliyi təklif hazırlayıb,
Təqaüd məsələsində yaş həddi vacib, amma ikinci dərəcəli məsələdir. Həmişə qəsdən bunu qabardırlar ki, təqaüdlərin az olması müzakirədən kənar qalsın. Halbuki ən vacib məsələ budur. Ölkədə 900 min təqaüdçü minimum təqaüd civarında ödəniş alır. Ayıb olan, düzəldilməli olan məsələ budur. Yəni, iqtisadi komandanın işində qüsurlar var və bu məsələ tezliklə həll olunmalı. Həm komanda, həm də aparılan iqtisadi siyasət kökündən dəyişdirilməlidir deyə Natiq Cəfərli bildirib. Baxın dostlar, burada da deyir ki, Qafqazda ən geridə qalan ölkəyik. ÜDM baxımından. Ermənistandan da geri qalırıq, Gürcüstandan da geri qalırıq. Və hətta, dəyərli dostlar, bu yaxınlarda, demək bundan əvvəlki dəqiqələrdə mən səhv etmirəmsə, bu barədə danışdım. Komitə sədri Musa Quliyevin bir açıqlaması vardı. Səhv etmirəmsə, mən onu danışmışdım. Əgər maraqlıdırsa, yenə də danışım. O tamaşaçılar, yəqin ki, burada indi elə tamaşaçılar var, bilmir. Azərbaycanda pensiya yaşının artırılmasına da, azaldılmasına da zərurət yoxdur. Musa Quliyev indi çalışdığı qədər istədi aydınlıq gətirə bilmirəm. Aydınlıq gətirə bildi, yoxsa yox. Və orada da statistik rəqəmlər var. Azərbaycanda pensiya yaşının artırılmasına da, azaldılmasına da zərurət yoxdur. Biz təxminən 7-8 il bundan öncə pensiya yaşını artırmışıq və yəqin ki, yaxın 10 ildə bu mövzuya qayıtmağa ehtiyac duyulmur. Pravdaz açıqlamasından millət vəkili və Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyir. Hörmətli tamaşaçı, efirə qoşulması isə yazın WhatsApp-a sonra. Sədr bildirir ki, ölkədə əhalinin yaşlanması prosesi gedir və doğulan insanların sayı ilə ölən insanların sayı arasında nisbət yavaş-yavaş azalır. 15 il bundan öncə Azərbaycanda doğum və ölüm arasındakı nisbət 100 min nəfər illik artım dinamikası verirsə, indi bu rəqəm təxminən 60 minə düşüb. Görürsünüz nə qədər düşüb dostlar. Bu bizi narahat edir. Çünki 10-15 il sonra Azərbaycanda pensiyasların sayı artacaq və əmək qabiliyyətli insanların sayının artmasına da ehtiyac duyulacaq. Demək, Musa Quliyevi və bu siyasətin başında dayanan Sahil Babayev kimlərin arzusu idi, istədiydi, o istəyə də arzuya da çatdılar. Nə qədər qışqırdıq, nə qədər buradan barbar bağırdıq, bizlər, ekspertlər, xeyri yoxdur. İndi deyir ki, biz bundan narahatıq. Nəyə narahatsız? Aydındır, burada bir cümlə var. Deyir ki, Musa Quliyev deyir ki, pensiya alanların sayı çox olacaq. Bəlkə ondan narahatdılar bunlar. Amma deyir, bu bizi narahat edir. 10-15 il sonra Azərbaycanda pensiyasların sayı artacaq və əmək qabiliyyətli insanların sayının artmasına da ehtiyac duyulacaq. Amma pensiya fondunun dayanıqlığının artırması üçün çox böyük potensialımız var. Məncə bundan istifadə etməliyik. Bugün bizim təxminən 5 milyon 75 min nəfər məşğul əhalimiz var. Onlardan cəmi 1 milyon 770 mini muzlu işləyənlər, yəni əmək müqaviləsi ilə işləyib sosial sığorta ödəyənlərdir. Bu da məşğul əhalinin təqribən 35%-ni təşkil edir. Bu rəqəmin qaldırılması üçün düşünməliyik. Son illər bu istiqamətdə iş aparılır. Müəyyən müsbət dinamikada qeyd olunur. Lakin təkrar edirəm, 35% aşağı rəqəmdir. Biz bunu 50%-ə çatdırsaq, 15 il bundan sonra Dövlət Sosial Müdafiə Fondunun dayanıqlığı haqqında heç bir narahatsızlığımız olmaz. Komitə sədri Musa Quliyev deyir ki, pensiya yaşının artırılması, pensiya fondunun dayanıqlığı, pensiya təminatının yaxşılaşdırılması üçün alətlərdən biridir. Biz bu işi 7-8 il bundan öncə görmüşük. Azərbaycanda orta ömür uzunluğu normal həddə təxminən
76 yaşın üzərindədir. 2050-ci ilə qədər bu rəqəmin 78 yaşa çatması gözlənilir. Bu pis göstərici deyil, yaxşıdır. Söhbət orta ömür uzunluğundan daha çox məncə yaşlı insanlarla gənc insanların nisbətindən gedir. Ermənistan və Gürcüstanda bu müsbət məhz yaşlı insanların xeyrinədir. Buna görə də ilk baxışda gözə orta ömür uzunluğunun çox olması görünür. Çünki onlarda doğum nisbəti bizdən xeyli aşağıdır. İndi bunu mən araşdıracağım. Görüm hələ bunu düz deyir, yoxsa yox. Musa Quliyə bunu düz deyir. Demək, hörmətli tamaşaçılar, mən sizə sual verirəm. Bir araşdıraq, elə siz də araşdırın. Ermənistan və Gürcüstanda doğum nisbəti bizdən aşağıdır, yoxsa yuxarı? Mən özüm də araşdıracağım bunu. Təəssüf ki, bizdə son illərdə doğulanların dinamikasında kəskin azalma var. Bunun da qarşısını alınması üçün demografik inkişafla bağlı geniş dövlət proqramı qəbul olunmalıdır. Görürsünüz dostlar, həmişə efirdən deyirdi ki, uşaq sayı azalır. Hamısı da sosial problemlərlə bağlıdır. Hamısı da sosial problemlərlə. Baxın, xüsusi qeydi deyim dostlar. Maliyyə Nazirliyi yeni hesabatında pensiya yaşının artırılması ilə bağlı təklif irəli sürüb. Eyni vaxtda beynəlxalq mediada açıqlanan statistikada Azərbaycanın 132-ci yerdə, orta ömür göstəricinə görə Ermənistan 116 və Gürcüstan 130 geridə qaldığı, Şimali Koreyaya yaxınlaşdığı qeyd olunub. Bu məsələ cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Görürsünüz, biz Ermənistandan və Gürcüstandan geridə qalırıq, Şimali Koreyaya yaxınlaşırıq. Və bu göstəricilərlə bağlı Ermənistan, Gürcüstan, Azərbaycan dövlətindən öndə gedir. Niyə? Sosial görünüş durumları yaxşıdır da. İnsanın sosial durumu yaxşı olandan sonra, vaxtında müayinəyə getməyə pul olandan sonra, çətinliyi olmayandan sonra yaşayacaq da. Bizim insanları dərd öldürür, xisxivət öldürür. Azərbaycanda insanları öldürən dərddir, ümidsizlikdir. Baxırsan ki, nə vaxta qədər belə olacaq, nə vaxta qədər borcda calayacaqsan, nə vaxta qədər borc içində üzəcəksən. Problem budur. Aha, bax indi yazdı. Əli İmran yazır ki, Borçalıdan Aqil bəy, bizdə Borçalıda artımlar var. Demək olar ki, subay cavan yoxdur, dövlət uşaq pulu verir. Artım, burada ola bilsin ki, örtbasdır eləyirlər ki, biz onlardan geridəyik qocaların sayına görə, uzun ömürlüyünə görə. Amma bu sahada irəlidəyik. Xeyr, bu sahada biz irəlidə deyilik. Bu sahada irəlidə deyilik. Əziz tamaşaçılar, dəyərli kanalda olanlar, xahiş edirəm, hərəniz bir dəfə bəyənmə işarəsi verin və kanal şikayət, mən sizə dünən dedim, şikayət olunub kanaldan. Təhsil eksperti Şəmsi Qoca Gülbəniz adlı məktəb direktoru ilə bağlı tənqid fikir səslənib. O da gedib valideynləri, şagirdləri yığıb bizim kanaldan şikayət edir və şikayətinə də nail olub. 90 gün bizə xəbərdarlıq veriblər. İndi yəqin ki, bu barədə biz bir tədbir görəcəyik, qoy bu gündən mövzuların yola verək. Sonra, dostlar, maşallah olsun, kanalda canlı yayımda adamlar çoxdur, amma bəyənmə işarəsi yazdı, bəyənmə işarəsi verin. Gözəl insanlar, gözəl söhbət. Halal olsa, hara gedər, salayasan borcları. Borc, bəli. Vallahi bu Azərbaycan insanı bəlkə 150 il yaşayar, amma bizə bəlkə də bunu da bilərəkdən eləyirlər. Bəlkə bilərəkdən eləyirlər ki, dəyərli tamaşaçılar, Ramiz Mehdiyevlə bağlı biz 2004-cü ildən bəri Yeni Azərbaycan qəzetində Ramiz Mehdiyevlə bağlı Xeyrəddin Qozanın dünən müsahibəsi mən açıqlamasını verdim. Çox ciddi, hətta orada
Daha olmazın sözlər deyir. Erməni sifət Ramiz Mehdiyevə 2022-ci ildə deyir. Əziz dostlar, dəyərli tamaşaçılar, suallarınız varmı?